Hazırda gəlmişik Sabunçuda yoxdur. Sabunçuda ziyarətgah var. Ziyarətgaha doğru gedirəm. Görək necə yerlərdir. İt olmaz əsli. Bir baxaq görək. Ərazili dağılıq var. Nəgin abro var mı? Ziyarətə gəlmişiksə bir pul da salaq da, ha? Ha? Yoldaşlar yola düşdülər, getdilər, mən tək qaldım. İnşallah 2-3 gün buralardayam. Sabunçu, Qaç, Qarqay, Ələsgərə getdim. Sabunçudan başlamalıyam, ta Köhnə Sıvagilə kimi uzun bir yol gözləyir mənə. Burada qədim bir məscid olmalıdır. İndi məscidin axtarıram, tapım, çəkilişini eləyim. Həmən məscidin yanındayam hal-hazırda. Qədim Sabunçu məscidi. Amma çox dağılıb deyəsən məscid. Baxımsızlıqdan yəqin ki. İçinizdə əgər sözləri oxuya bilən varsa, onun üçün çəkirəm. Bu yan qapısında da burada bir nəzir ataq yaxşı deyil. Burada bir bayaq ki ziyarətlərə bir o qədər inanmıram. Ataq geçsin de kimse götürər belki. Qədimliyi meçidin qapısından bilmək olur. Bilmək olur ki, qədim meçiddir. Neyse, növbəti maraqlı yerlərə baxaq biz. Gedirəm indi. Burada bir qədim qala var. Qalanın çəkilişinə. Görək. Qalada nələr gözləyir bizi? Camal Qalası. Camal Qala. Adı Camal Qala 1831-ci ildə. Yəni bu oba bu qalada yerləşibdir. Yəni. Bizim 1831-ci il. Yəni o reservasiyadan sonraki dövrdü yoxsa ondan əvvəl də olubdu o qala? Ondan əvvəlki qaladır. Bizim kəndi biz layıqda yaşayır yarısı. Ona görə 61-ci ildə sel gəldi. Kənd yəni bir dənə su çay gedirmiş belə. Çaylaq olmuyor da. Kəndin yarısını köçürüblər Layış kəndinə. Aşağılar. Aşağılar. Saxor cəmaatdır. Layış kəndinə köçürülübdür. Bildim. Bu evdir. Yəni bu sonra yapışdırılandı. Qala əsas budur. Bu. Qala odur. O tərəfdən də çəkə bilərsən. Bir dəqiqə. İçəridən də indi. Bu içi necədir? Nə var içində? Yaşayışlı yoxsa? İçində yaşayış olubdu. Yaşayış idi son vaxtlara qədər. Burada aile yaşıyordu. Rangi! Nerede akayacağız da? Aka. Ha. İçeri harada geçer? Ha daha tekrar edeceğiz. Ha hiç Ha burada var da qapı buradadır da. O tersinde de var. Burada da neçə aile yaşıyor burada. Burada bir neçə aile yaşıyor. Bu bir yeri otağıdır. Bu oradan da yukarı kalkan yer bence. Reklam olma. Yoksa yoktu. Yok burada yok. Bu Buxaradır. Buxaranın ismində. Bildim. Bu da yarasa da var.
Aa yok ulan ya bu niye hiç olmadı şimdi. Yine o bir tarafı çeker. Aha, gidelim. Şunu atla bak çekilir. Teneseri al. Ha, buradan keçsən də orada. Geç. Ya. Son vaxtda genelde burada yaşayış olur. Ha. Burada zelzele dövründe bu uçkuna məruz qalıb, yani orada yaşamak bize qeyri-mümkündür. Yani təmirə ihtiyacı var da bir sözlə. Daladır bunları. Ha, buradan da giriş. Buradan kanun giriş. Ya hal-hazırda yaşayış var burada yoxsa yoxdur? Yok. Ayaqqabına girmə olar da. Değil. Ama başını vurma. Quşlar yuva zatda qurub burada. Yani yaşayış olmadığını göre Bir dənə mərtəbə var ya, yoxsa elə budur? o tarafta da var. Orayı iyi bilmem de bağlı. Abi yaksan bize at verelim mi? Burada da o tarafta bağlıyık var. Cemal baba bir de aslında bunu bir araştırdı. Bağlıdır. Bağlı. Aha oraya bağlı. Ev yox da heç olmaz. Yani skat gibi iş var. Elimde başka bir adam gibi. Yani nesili giderdi burada. Bir neçe nesil böyle kalıptı burada. Neydi Nasıl tarafıydı? Ha budur. İşte burada. Yüzde arkadaşta Mehmet'in. Bu Alman'ın ata babası oldu da burada. Aa. Cemal. Sonra Cemal baba. Bana şeymiş ya. Kürtçü su çıxan əraziyə gedirik. Şəmsəddin müəllim var yanımda. Buralar haqqında geniş məlumat verəcək bizə inşallah. Bir də görək başımıza nə gəlir. Ha, bu da bunların bahçesi. Bak bunlar düz senin tapmıyorsun sen. Uşaqların əyləncəsinə bax da. Eğlence merkezi. Onu gel buradan geçer. Aha. Evet gedər. Eğlence merkezi. Ne var bu? Neyle oynuyorsun? Necəsiz? Yaxşısınız mı? Sen adın nedir? Dostu hanım. Dostu hanım. Kimin kızsa? Kamile. Famili. O kimindi? Şahine. Kim? Şahine. Şahin'i. Kim Şahin? Ha, o kimindi? Kamile. Famili. O kimindi? Aynur. Nereden gelsin? Başka. Oo, büyük merkezden geldiler bunlar. Ne yaptı ya? Ne getirmiş ya? Ya şimdi bu köprüden geçme icazı verir misin bize? Ya icazı verir misin geçer? O dayıya bak sizi çekiyor. Bak dayı televizyonu gösterecek. Alevli hamur, alevli hamur, alevli. Şöyle bak. Dayı göster, bak televizyona bakarsan. Bir dakika. Deməli kəndin tarixi dizləri çox qədimlərə dayanır da. Albanlar yaşıyorlar, çok qədimlər dayanır. Orada o mescidin yaranma, tikilmə tarihi yazılıb 1400 neçənci il. 1400. 1400-cü ildə tikilib. Bu bir dəfə yandırılıb, bir dəfə sel basıb, ikinci dəfə də təmirdə bir şey. Ha, bilmiyorum. Kənddə hal-hazırda neçə ev olar? Hal-hazırda 54 ev. 54 ev. Amma hamısında yaşayış yoxdur da. Hamısında var, yaşayış var. Ha, Bunlar hamısı yaşayırlar. 60-cı ildə seldə aparıb da sel basıb buranı. Ha, Buradan yuxarı hamısı evlər olur. İndi sel aparıb, sel aparıb da bura. Pərakəndə qalıb. 54 ev. Keçib var, layıca arası. Ha, aşağıya. Ha. Aşağı. Oradakı qala var idi. Nədir adını? Ha, buradakı qala. Ha.
Ha. Cəlil idi, Cəlal idi, nəsə belə bir qala dedi. Məşdə qala. Ha, o da qədim tarixi var yəqin ki. Bir dənə qala oradadır. Biri oradadır. Biri də o şeydən qala tərəfdə. Ha. Onun neçə dəfələrində turistlər gəlib çəkib. Bir də deyir də o vaxtlar deyir Şeytan Qalada mağazin olubdu. Mağazin oldu. Dağıstandan bütün gələnlər, gedənlər hamısı oradan alver eləyiblər. Yəni düzdür də o da. O vaxt at yolu var. Dur. Bir gələndə də 20-40 dənə at gəlirdi deyir. Məsələn buradan gəlin aparanda o at belində aparırlar. Ha, bildim. Məktəbdir. Bura. Məktəb idi indi. Ha, o yana köçürüblər də indi. Ha. Təzə. Kəndin əsas məsuliyyəti nədir dayı? Maldarlıq, Maldarlıq, balçılıq, bal var. bal, arıçılıq, Ha, fındıq, qoz. fındıq, qoz, şabalıq. Ha. Sıla şabalıq. Şabalıqlarını quruyub məhv oldu. İndi qaldı şey mədəmə. Şabalıt hər yerdə quruyur, deyəsən. Bu cımcımaqda da xəstəlik düşüb bütün ağaclar quruyubdu. Hər yerdə quruyub. Dəvə xəstəlikdir. Ha. Yəni həssas ağacdır deyəsən o İndi xəstəliyə. palız başlayır işte quruma. Ha. İndi o palız başlayır. Buralar çox gözəldir. Mənzərə. Mənzərə Belə çox gözlə baxanda şeylər ancaq belə şeydə baxanda Ha. Sizcə bəzi insanlar var ki, məsəl üçün burada yaşayanların özlərinə çoxu vaxtı o mənzərə o qədər də şey gəlmir, amma qıraqdan baxan üçün çox maraqlı gəlir mənzərə. ha burada o yerdə su dəyirmanlar var. Bax o. O qabaqda? Ha bu. İndi bir çay yuha bu qabaqda yer. Ha. Əl suyla işləyirdi. Ha. Sonra şabalıqlar var, hamısı o quruyan şabalıq. Hamısı o quruyub taxla ağaca götürün. Ha. Hamısı şabalıq. Bütün O cımcımaqda da elə idi. Mən girdim şabalıq bağına, bir dənə ağac yox idi ki, sağlam olsun. Hamısı qurumuşdu. Özə gəlsən yuxarıdan quruya başlayır, aşağı gedir. Ha. Sonra sən o ağacın altından qurt düşür, Ha. yuxarı inkişaf dayanır axı. Ha da. Kökündən inkişaf dayanır, yuxarıdan quruya düşməyə başlayır. Ha bu dəyirmanın parlayı da olur. Məhvul. Yok, qala olurlar. Qalalay Hacəldaydı da. Ha, ikinci gün gelir diyor. Ha, Hacəldaydı qalalay. Güzel. O deyəsən həmən o şeydən harasa bir yerə getməliyik, yo? Palatkadan. Bax, bu dibdən yol var. Ha. Oradan keçəcək, sonra ora. Deməli bu kənd, bu kənd. O göründüyü bu tərəf dağ var. Ha, o. Çedlər deyən yer. Ha. Orada yaylağa köçür. Burada güya bunlar isitmə xəstəliyini qoyacaqlar. Ona görə aparırlar onlar şeyə. Köçürlər ora, o yaylağa gedir. İndi daha keçmir. Hamı düzənə qaçır. Orada o əkənək sahələr, kartof olur, buğdaqçılıq olur, buğda əkirlər olur. Deməli, müharibə dövründə, Rusların müharibə dövründə deyək də, bu kəndlər yandırılıb deyib bir neçə dəfə. Cımcımaq mı hansısa? O Şeyx Şamilin dövründə. Ha, Şeyx Şamilin Şeyx dövründə. Şamilin dövründə yandırılıb. Deməli ona dəstək olmadığına görə o yuxarıda da lap o çayın üst tərəfdə rəhmətliklər deyirdi, qəbir idi. Belə deyir bu Şeyx Şamilin əskəri oldu. Kəndi talan edib gediblərmi? Orada ola oturan yerdə bu yan tərəfdən o yana atıblar. Bildim. Onu danışmışlar ama ki elə bir şeyler olub. Bir də nəyə görə mən deməli Qansar binəyə qalxanda cımcımaqdan yolun sağında köhnə qəbirstanlıqlar var. Dayıcı mən orada gördüm 1700, 1800-cü illərə dayanan qəbirlər var orada. Deməli onda o çıxır ki, orada deməli yaşayış olubdu da həmən ərazilərdəki qəbirlər var. Qəbirlər var ha. Həm də kəndin divarları qalıbdı, yandırılıb dedikləri kəndin qalıqları var. Qansdan aşağı düşəndə o çaylaq, belə hündür tap kimi. Ay sağ ol, meşə kimi yerin içində yolun qırağındadır, sağında. Ha, onlar dibdə. Aha. O kənddir, o köçüb də aşağı.
Ondan yuxarıda da bir dənə elə qalıqlar var. Elə bil ki, yavaş-yavaş aşağı düşüblər də. Son nöqtə olaraq da gəlib indiki cımcımaq. Çünki bax mağarasından millət oldu, hələ də batır. O köçəli həyat. Deməli, burada hamısı çapur, nə bilim, belə millət yaşayır. Cımcımaqda yox. Ha, cımcımaqda şey yoxdur, çaxurlar yoxdur. Nə gözəl axır. Çay deyəsən aşağı çatana qədər çay şey olunur da, ora bura yönləndirilir. Tüp gətirib mənbələri var. Ha. Dağın içindən çıxır su. Deməli, o yuxarı tərəfdən gəlsən su yox, ancaq o daşın içindən çıxır. Axıb gəlir, özü elə sərindir ki, gəlir. Namrud suyudur yəni. Bunlar da istirahətə gələnlərin. Qalma eləmə. Yox, bunlar kafeləridir. Bu dağın içindən çıxır. Təbiəti batırma yerləri, belə deyək, daha doğrusu. Bu ya dağın içindən gəlir. Eşitdən qoyacaq. Bax, yaramaz, onu da içir. Ha, qoyarlar mı? Ona göre çıkalım. Yine de. Suyumuzu da içdik. Şimdi önce yolumuza devam ediyoruz. Allah razı olsun müəllimdən. Kömək göstərdi mənə yola, izə, hara getmək lazımdır, necədir. Kənd haqqında informasiya verdi. Allah razı olsun. Bugün çox güman ki Sabunçuda qalacağım. Sabunçudan sonraki növbəti yer olacaq Əzgirli kəndi. İnşallah. Temizliyinə bax, çox təmizdir. Ya buradan aynen atlanırız mı yoksa yıkılıyor. Atlanarıq əşli. Gelin. Keçin də. Oo yok. Altı. Hatta güzel çıkarır. Ha, en güzeli odur. Deyəsən biraz daşlar sürünüşək də, ha? Güzelce sürüyor bak. Lezzet burasında. Lezzet burada. Ha, değil mi Diege? Gör. Görmüşəm onu. Ha. Onu Görmüşəm. görmüşəm. Onun diqqəti o kəndəli səhrədə qaldı. Təşəkkür. O da yuxarı çardaqlarda olub. Ha. Ha, Yox, bu sabıqlı eləmişdim mən o vaxtı. çəkiliş saatla. Ha, videosu, pəhləvanı, nərim orada yaşlılar vardı, mən anam, atam bilməm. Ha, İndi o yaşlarda heç kim qalmır. bildim. Onlar dedi ki o şeyler, o içki getir. Yükle. Ama buranın suyu bir o kadar da soyuq değil. O qansarın suyu bu ve adam ayağını sokup saxlayabilmirdi o O suda. da buz markallalı oluyor. Ha, o Xalaqiyən böyrü bütün qar idi, marxallar idi. Bütün marxal idi oralar. Yaxınlaşırıq mı oraya yoksa? Bir çatı yok. Ha, Neyse bir. O görünen yer ölçüsü. ha. Gəlib yaxınlaşırıq həmən su olan yerə. İnsanlar deməli şəhərdən, başqa rayonlardan bura müalicə üçün gəlirlər də. Buzlaşmaya, börek taşına çok malum. Buzlaşma, börək daşı köməyi olan sudur. Həmən su budur da yox, gələn.
bu. Ha. Yani karışıyor. Ha. Kendi su da orada. Öyle bir yere atmış su. Ha ha ha. Amma məncə bu suyu məsəl üçün qablara doldurub aparsa onun keyfiyyəti itər. Yoxsa itmir. Suyu qalan. O yerindəcə. 2 gündən sonra keyfiyyəti itir. Hə, deyirəm də o. Çünki mən Yesuntikidə olanda orada da var da. Xalodnivada, nə bilim Qaryachivada, o Viktoriya parkında var su qaynayan yer. Məsəl üçün suyu butulkaya doldurub aparırdın, evə çatanda o keyfiyyəti itirdi suyun. Qalmırdı keyfiyyəti. Orada bak. Aa, bak kəskin iyi başladı üzə. Buraya gel. Buradan. Ha, ora bataqlıqdır. Ha, orada sonra bak. Orada bak. Güzel indi o. İçeri bak orada bütün daş yoktu. Hamısı eriyip yıkıldı. Su eridi. Aa. Bu suda qurbağa, mübağa heç nə yaşaya bilməz onda. Özler için Van'da. Bildim. O da şeydi. Nerede o? Bu da həmən sudandır, yoxsa? Yok bu ayrı. Bu içeri su. Hacı Bulaq da. Hacı İshak adını eşitmişəm. Buradan baktım ya. Keşaf beləsinə də. Yaşan yer gəldik qaçınmağa. Elə bil Alyaskadayam. Özümü Alyaskada hiss edirəm, həqiqətən. Sözün əsl mənasında özümü Alyaskada hiss edirəm. Həqiqətən də Zaqatalanın gözəllikləri bitib tükənə bilməz. Qarış gəzsən də yenə də tükənməz. Ona görə də bu torpağı sevirəm. İzlər. Ziyarətgah kimi bunu adlanır. Bak izler bak. Deve izi deyirlər o vaxt. Ha bura bak. Ha bura. Bura balasının izidir ha. Burada çok iri izler söküblər bunu. Dağıdıblar. Bəlkə də nəsə axtarıblar. Ha bak. Bizdə bir balaca iz görən kimi Ha, axtaran ha. xəssiyyət var. Bu hamısı. Bomba zat qoyub elib dağıdırlar. Bak şimdi. Öyle kesin bu rahmetliler mənə göstermişler ki. Ha. Hatta ki bir adam izi de vardı. Bak şimdi. Allah bir babasını izlediği o bakmadı. Ha bu gelip böyle deve izi değil. Ya buradan önündeki öyle bir maraqlı şey Gedək onda. Hə? Disaq yavaş-yavaş. Deməli bir şey soruşum. Bu həmən bulaq deyək də. Həmən bulaq nə vaxt yəni kəşf olunubdu ki, yəni belə bir şey vardı orada axan. Deməli mən rəhmətli nənəm 1901-ci təvəllüdlüyüm. Aha. Ondan əvvəl də olubdu. Aha. Deməli körpə uşaqlardan nə belə xəstəlik, su yollarını tutulan verəndə o şişəyə gətirdi. Ha. Orada o vaxtı bu vanlamanın olmuşdu. Orada olsa şeyler, nerede onlar? Ya bu yez kazanlar olur. Karşı evveller kartofla, buğdaçılıkla geçmişler. Mesela hansı diyor 20. əsrə kimi, Sovet hökuməti qurulana kimi.
Bunlar buğdaşçılıq. Bu yuxarı hamısı əkinək sahələri olur. Meşəliklər olmur. Həmişə əkinək sahə olur. O yuxarı Şehlər dağı var, orada kartır əkilər, buğda əkilər. Bu son vaxtlarda, Sovet hakimiyyəti qurulandan sonra bunlar hamısı məhv olmuş, Şehlər aşağı. Ondan sonra indi də faktiki bu 63-cü ildə bu kəndi sel apardı. Bundan sonra bu kənd köçürdülər aşağı Layıqya ərazisinə, Layıq ərazisinə. Deməli 80%, 90% ahali küçüb orada. Burada qalıblar yaşlılar, yaşlılar. Yaşlı adamlar. Yaşlılar qalıb, onlardakı indiki maldarlıqla məşğul oldu, arıçılıqla. Və xırda təsərrüfat işləri. Başa düşdüm. Yüngül vardı. Kəndin tarixi haqqında. Kəndin tarixi onu dəqiq deyə bilməm, yalan deyək. Yəni qədim kənddir də amma. Qədim əvvəllər Albanlar yaşayırlar. Albanlar sonraya kimi biz məktəbdə oxuyanda müəllimlər o yuxarıda dağlarda bəzi yerlər eşidir, orada Alban saxsı qabları, olay yazılar çıxır. Başa düşdüm. Meçid var, meçidin 1400-cü tarixində tikilir, 1400-cü ildə bu meçid. Deməli kəndin deməli tarixi var. 1400-cü ildə tikilir, faktiki bu ilə 2-3 dəfə təmir dayanır. Başa düşdüm. Sel basıb, bir dəfə yandırılıb, ikinci dəfə nətər deyim, çürümüşdür, bərbər vəziyyət tikib, cəmaatı. Yəni həmişədən adı Sabunçu olub kəndin yoxsa? Həmişədən Sabunçu olub. Sabunçu deməli olub. keçmişdə burada sabun, deməli o qarağac ağacın çürüyündən bir də nədən deyirlər o yadımdan çıxdı. Ondan sabun düzəldir. Ondan sonra ad elə qaldı. Alə qaldı sabun. Sabunçu. O palçıq kimi eləyirlər onu aparıb Aliyebatda o vaxtı. Aliyebat bazarını satır. Deməli o vaxt nəhrə eləyirlər, nəhrə. Odundan nəhrə eləyirlər. Bir vaxt bir də o nə idi o şeyin adı? Lapatka. Taxta lapatka. Taxta. Dağ ferması üçün. Bunlar təəssüf olunur. Biraz qabağa getdiyimiz su. O su haqqında nə danışa bilərsiniz? O keçmişdə onu müalicə əhəmiyyətli olur. Keçmişdə müalicə əhəmiyyətli olur, kükürtlü sudur. Deməli böyrək xəstəliyi, duzlaşma ayağında duzlaşma, böyrək xəstəliyi olur, o suydan istifadə edilir. O vaxt bu vanna olmuyor heç nə. Qədim qazanlar olur, mis qazanlar. Həmin qazanın suyu qaynadıblar, o hansı ki həmişə yaşıl ağac var, yarpaq. Orada görünür. Onu o suya qoydular, bir də o ocaq yandırıb suyun içinə daş qoydular. O ağ daşlardan qoyub suyu elə qızdırıblar. Bildim. Həmin suyu elə qızdırıb orada müalicə edirlər adamlar. Bayaq bir söhbət etdik Xalaxi haqqında. O Xalaxinin deməli dediklərinə görə, məsələn, mənim nənəm 1901-ci təvəllüd oldu. O söhbət edir ki, deməli o xalıq oldu. O burada nökər oldu bizim qapısında. Bunun kişisi həc ziyarətinə gedir. Həc ziyarətinə o vaxt atla, dəvə ilə gedir. Deyib ki, bunun yoldaşı deyib ki, bu yemək pişirirlər, deyib bu yeməkdən kişiyə də verərdi. Deyib, ver aparın. Bu arvad elə fikirləşib ki, yəqin bu naxraçıdır, utanır yeməyə. Bu qabla bu yeməyi verin buna. Bu qabı veribdir. Bir vaxtda kişi görüb həc ziyarətini buradan gedib yol. Deməli, dediklərinə görə, mən yalandan nə deyim, bana eşitdirən bu. Deməli, oraya gedib o adam görüb, həmin özünün nökəri, evində nökər olan adam qabla bunun qabağında oturur, namaz qılırmış. Başını çevirən görüb yoxa çıxır. Qeybə çəkilib deyək. Qeybə çəkilib. Deməli, oradan o adam gələndə 6 aydan, 7 aydan gəlirlərmiş həc ziyarətini gedəndə. Gələndə deyib də həc ziyarətini filan kəs gəlir. Bu uşaq dəhrə də götürüb əlinə, kəndə də götürüb. Deyindi ki, həmin o meçidin yanında Xalaxi ziyarət var. Deyib Xalaxi ziyarət. O ziyarətə o kəndiri qoyubdur, yuxarıda dəhrəni qoyub. Deyib, bunları götürsünlər. Bu kişi evə gələndə deyib, bizim uşaqxana ziyarətgah bizim evdəymi, mən xəbərim yox. Deməli, düşüblər bunu dalınca, bunu ha orada, ha burada, gedib ona axırda o gölə çatanda görüb orada da, orada deməli, sırıqlı oldu o vaxt. Sırıqlısı orada, ağacı orada da özü yox. Həmin özü oturan yerdə su çıxır. Ona görə də ondan sonra ora Xalaxi deyilibdir. Və mən bir şeyin şahidi oldum da orada. Deməli, orada gölün ətrafında hər gedən adam bir daş qaldırır. O da ona görə qaldırılır da yəqin ki. Həmdəki sənin arzu niyyətləri var. Mən də oraya getmişəm, mənim dəfələrdə oldu. Mənim atam orada uzun müddət qoyun briqadir olur. Məsələn, həmin ki, Asif deyir, məndən o yerdə bir yerdə olur. Deməli, orada mən də özümdə getmişəm o yerdə, hansı ki, o gölün yanında, atar yanında namaz qılırsan, deməli, öz diləyivi diləyib, daşı doğurursan. Başa düşsün. Deməli, inamla ki, indiki gündə də faktiki o yerin suyun dərinliyini bilən yox. Suyun dərinliyi bir amma, o çox dərindir deyirlər. Deməli, geologlar o vaxtı neçə yüz metr kəndil salıblar, orada çatmıyor. Başa düşsün. Orada hətta ki, o suyun
girişi yoxdur, ancaq akıntısı var. Axı bir dənə iki yerdən deyəsən çıxıntısı var suyun aşağı hissələrdən. Bu Girişi yoxdur suyun. yox, giriş yox. Bir də deməli bir Meşleşin Əlibeglə getmək olur Xalaxiyə, düzdür? Neçə yerlərlə getmək olur? Bu çox sual verirlər. Meşleşin Əlbəylə o yandan da qalxır. Sən deməli buradan da qalxır. Meşleşin Əlbəyinin içində o kedlər, bax o kedlər deyən yer olur. Ha. Onun adresini gelsən Daşkəsən də oradan çıxırsan gelsən o yana. Deməli bu yan tərəfdən hər yerdən yol var orada. Var yol. Yol var. Ha. Yollar çətindir də amma. Çox çətindir. Deməli adi bu kəndə giriş gəliş nə tər çətindir. Bura görsən bu faktiki bu dəqiqə su çoxalanır, bura heç bir Maşın gəlmir, bəli, düzdür. çox çətindir. Yəni əsas kəndin də əsas nəyi, necə deyim belə, kənd cəmaatının arzusu, istəyi yolun bərpa olunmasıdır. Yolun bərpa olunmasıdır. Bəli. Sərvəti var da, böyle suyu var. Ha. Elə qalıb axır. İndi bu sudan ötəri elə ölkələr var ki, benzindən su dəyişirlər. Məsələn, Qəddafi hakimiyyəti benzindən su dəyişir. Elədir. Yəni ki, lazım bunlar bu məsələni görərlər, işlərlər, xəbərlər yox. Olsaydı belə qalmaz. Dayı ilə qəşəng söhbətimizdən sonra kəndə artıq geri dönürük. Allah razı olsun. Qəşəng süfrə açılıbdır. Şöyle. Sabunçu kəndində. Yani. Dağınıqdır mı yoksa? Düşür. Şu yanda işi var. Düşür, normal. Dayı, hər şey üçün Allah razı olsun. Çox sağ olun, var olun. Yaxşı yollar. Qəşəng Salamat. qonaq elədiniz. Hər şey əlaydı, sağ olun. Yaxşı yol. Salamat. İndi gedirik Əzgilliyə. İnşallah. Deməli, əziz dostlar, səhər saat 9 Şəmsəddin müəllimgildə qaldım gecə və çox gözəl qonaq elədilər. Çox yaxşı insanlar idi. Ümumiyyətlə, həmişə dediyim kimi bu yaxın kəndlərin hamısı çox mədəni, çox qonaqpərvər insanlardılar. İndi çıxmışam evdən, səhər saat 9-dur. Cımcımaqdan yaxın qardaş gəlməlidir, Nazim Ural'la. Dəlişə getməliyəm Əzgilli kəndinə. Əzgilli, Qalal, Qaç, Qarqay son nöqtədə köhnə Suvagil olmalıdır. Birinci Əzgilli kəndinə gedəsiyik. İnşallah gələn videomuz Əzgilli kəndində olacaqdır. Gələn səfərki video. Sabunçu ilə əlvidalaşırıq. İndi gedirik Əzgilliyə.